Dünənki qrip videosuna gəlmiş bu kommenti video vasitəsilə cavablandırmaq istərdim. Məncə də çox haqlı səslənişdir ki, nə edək ki, qrip olmayaq. Deməli, əvvəla təbii ki, izləməmiz gereken bir neçə addım var. Bunlar sağlam həyat tərzi addımlarıdır. Məsələn, sağlam qidalanma, belə ki, işlənmiş qida məhsullarından uzaq olmaq ya da maksimum dərəcədə azaltmaq həyatımızda. Daha sonra yaxşı bir yuxu, keyfiyyətli yuxulamaq, daha sonra idmanla məşğul olmaq və bədənin bazal temperaturunu, bədən istiliyini artırmaq. Çünki bu immun sistemimizin aktivləşməsinə çox böyük kömək edir. Məsələn, misal olaraq saunaları verə bilərəm ki, saunalar əslində immun sistemi böyük dəstəkləyən faktordur. Daha sonra isə bəzi zərərli vərdişlərdən təbii ki, uzaq olmaq. Bunlara tütün məhsulu, spirtli içkilər aiddir və ən əsası, hər şeyi bir kənara qoysam və mən üçün bunlar arasında ən önəmlərindən biri hansıdır